Ya Allah, Allah hər birimizə bax belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Mənim xalqımın hamısına bax belə evlərdə yaşamaq yaraşır valla. Şüvalandayıq dəyərli izləyicilərim, xoş gördüm hər kəsi. Bugün sizlərə Şüvalanda ziyarətgahın yaxınlığında 4,5 sotun içində 190 kvadrat tam əşyalı 450 min manata ev təklif edirəm. Səsimə görə üzürlü sayın, xəstələnmək üzrəyəm, üstünüzə sağlıq olsun. Gəl başlayaq. Burada besetkası, yayı da, qışı da rahatlıqla əyləşə bilərsiniz. YouTube videolarının nəyini sevirəm? Rahat gəlsən, vaxt söhbəti yoxdur. Burada su anbarı var, yanında hovuzun filtr sistemi var. İsti döşəməlidir, qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. Burada 8 metr uzunluğunda 4,5 enində hovuzu, yanında da xırda axan şəlaləsi. Bir də manqalını da göstərdim baş tərəfdə. Düşdü yəqin ki. Evin ətrafını tam dövr eləmək mümkündür. Ya Allah, indi keçək evin daxili ilə də tanış olaq. Görək evin daxilində o tam əşyalı dediyimiz bu ev nədir? Evin içərisində görüşərik. Cəmaatı kadrı saxladıq. Gəl, yaxşı. Mən hər zaman belə bir şey deyəndə, kaş siz burada olasınız, kadr arxası, bir dənə görəsiniz də o Aynur xanımın o üzünü. Demək, burada zalı gördüyünüz kimi geniş bir pəncərələri var, böyük. İndi pərdəni açmayacağım. Niyə? Desəz, çünki video çox uzanır. Sizin səbriniz çatmır. Burada kuxnası, mətbəxdən hovuza görüntüsü, tavanın hündürlüyü 6 metr, qapıların hündürlüyü 2,40. Vallahi qəşəng evdir. Burada çamaşırxanası, yanında yataq otağı və sanitar qovşağı. Səsim özümün də xoşuma gəldi. Səsim batanda qızı da qəşəng olmuş. Xolu buradan çəkdin, buradan göstərdin xolu. Bax, buradan da göstər pəncərələrini falan. İndi burada 2 dənə xanım müştəri olsaydı deyəcək ki, onu kim siləcək qardaş? Burada sanitar qovşağı. Bir dənə də yataq otağı burada. Və sonuncu, üçüncü yataq otağı və özünün sanitar qovşağı. Bilirsiniz, evinizi alanda bu detallara fikir verin. Baxın, evdə əgər 2 yataq otağının daxilində 2 dənə sanitar qovşağı varsa, demək bunun özü puldur. Bəzən müştərilərimiz gəlir, o detallara fikir vermirlər, soruşurlar ki, bu niyə bahadır, bu niyə ucuzdur. Yerlər, ümumiyyətlə evlərin yerləri belə önəmlidir. Yer var ki, 20 minlik, yer var 35-40 minlik. Bu dəqiqədə maşallah Mərdəkanda qiymətlər çox sürətlə yüksəlir. Evlərinizi alanda hər zaman dediyimiz kimi evin bütün kommunalını, tikintisini daha doğrusu yoxlatdırırsınız. Ondan sonra evinizə sahib olursunuz. Allah ruzunuzu bol, canınızı sağ eləsin. İnşallah görüşmək ümidi ilə hələlik. Baxın, bu dəqiqə mən oradan bir dənə belə şey. Belə eləyirlər. Sağ olun.